İmam Sadiqi qəbul etməyənlər əvvəlcə onda gedib öz imamlarını inkar etsinlər, onu qəbul etməsinlər. Hənəfi məzəbinin banisi İmam Əbu Hənifə özü İmam Sadiq haqqında buyurur ki, mən ondan fəqih savadlı görmədim. 2 il onun yanında oxuduğum olmasaydı həlak olardım. Kim deyib bunu? Əbu Hənifə demişdir. Kitablarda da, mənbələrdə gəlmişdir. Mən onların bir neçəsinin mənbəyini sizə qeyd edirəm. Cami-ül Məsanid Əbi Hənifə 1-ci cild səhifə 222. Muxtasar Tuhfatul İsnətil Əşəriyyə səhifə 9. Bu kitablara baxa bilərsiniz. O cümlədən Əsnəl Mətalib səhifə 55. Maliki ibn Ənəs, yenə Maliki məzəbinin banisi imamıdır. O nə deyir? Onun sözü çox dəhşətlidir İmam Sadiq barəsində. Görün nədir? Heç bir bəşərin gözü görməmişdir, qulağı eşitməmişdir, qəlbinə dammamışdır. Nə? İmam Sadiqdən daha şərəfli ibadətdə, elmdə, təqvada ən üstün şəxs heç bir bəşər gözü ilə görməmiş, qulağı ilə eşitməmiş, qəlbinə